Bütün xəstəliklər genetikdir. Yanlış. Genetika ilə yanaşı xarici faktorlar da mühüm rol oynayır. Genetik xəstəliklər mütləq valideyndən keçməlidir. Yanlış. Bəzi insanlarda fərdi olaraq mutasiya yaranır və xəstəliyə gətirir. Gen daşıyıcısı olmaq xəstə olmaq deməkdir. Yanlış. Bəzən daşıyıcı olan insanlarda xəstəlik yaranmır, amma yeni nəsilə xəstəliyi ötürə bilər. Qohum evliliyi genetik riskləri artırır. Doğru. Çünki bir nəsildə eyni xəstəliyin daşıyıcıların rast gəlməsi qat-qat tez görünür, nəinki qohum olmayan evliliklərdə. Genetik faktorlar şəkər, təzyiq, xərçəng riskinə təsir edir. Bəli, təsir edir, amma yenə də genetika ilə yanaşı burada həyat tərzi və ətraf mühit böyük bir rol oynayır.